Məlikə xanım uzun müddət dərsliklərin monitorinqini keçirdən qurumun rəhbəri olaraq özü çox yaxşı bilir ki, dərsliklər nə qədər bərbad vəziyyətdədir və Məlikə xanım dərsliklərin bu qədər bərbad olması ilə bağlı uzun müddət mübarizə aparan bir şəxsdir. Özü tək özü yox, bütün qurumu ilə birlikdə. Amma çox təəssüf olsun ki, Dövlət İmtahan Mərkəzinin təklifləri dərsliklərdə nəzərə alınmadı. Sonda görünür Dövlət İmtahan Mərkəzi də yoruldu. Məlikə xanım özü çox gözəl bilir ki, dərsliklərlə bugünkü dərsliklər necə hazırlanır. Bu dərsliklər artıq bir biznes layihəyə çevrilib. Çünki baxanda dərslik mənbədir. Dərslik o qədər yüksək peşəkarlıqla hazırlanmalıdır. Burada bütün pedaqoji, psixoloji, metodiki mexanizmlər nəzərə alınmalıdır. Amma çox təəssüf olsun ki, bizdə dərslikləri hazırlayanlar və dərslik hazırlığı dediyimiz kimi biznes xarakterindən başqa bir şey deyil. Ona görə də bugün məhz dərsliklərin bu qədər bərbad olmasının acı nəticəsidir ki, bizim uşaqlar 1-ci sinifdən repetitor yanına gedirlər. Bugün ali məktəbə qəbul olunan hər 100 nəfərdən 100-ü repetitor yanına gedir. Mümkün deyil bu dərsliklərlə, bu proqramla ali məktəbə qəbul hazırlıq deyil və Azərbaycan təhsilinin məqsədi də ali məktəbə hazırlıq deyil. Azərbaycan təhsilinin məqsədi şəxsiyyət və vətəndaş yetişdirməkdir. Biz ümumi təhsil məktəbindən uşaqlarımızı o qədər istismar edirik ki, onların psixoloji, fizioloji durumları yerində deyil və şəxsiyyət və vətəndaş da yetişdirə bilmir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, repetitorluğun yaranmasının konkret səbəblərdən biri də dərsliklərin bu qədər bərbad olması. Dərslikləri Elm və Təhsil Nazirliyinin komissiyaları var. Bu komissiyalarda təhsil institutundadır və təhsil institutu dərsliklərin hazırlamasına birbaşa məsuliyyət daşıyır. Amma gəlin görək bizim dərsliklər məsələsində bir yana təhsil institutunun rəhbər heyətindən, təhsil institutunun direktorunun ümumiyyətlə təhsillə bağlı bir elmi yox, pedaqoji araşdırması olubmu? Təhsil Nazirliyinin özünün təhsil sahəsində bir pedaqoji araşdırması olubmu? Təhsil institutu imtahanlar, layihələr həyata keçirməklə məşğuldur və dövlət büdcəsini dağıtmaqla məşğuldur. Dərsliklər əsasən repetitor müəllimlərə verilir. Repetitor müəllimin psixologiyasında da belə bir şey var. Az müddət ərzində daha çox informasiya verir. Nəticədə dövlət standartlarının 1-ci maddəsində göstərilmiş məlumat xarakterli, yorucu informasiyalar dərsliklərdə daha çox öz əksini tapır. Bugün nəinki valideyn, nəinki şagird, hətta müəllimlər, dərs deyən müəllimlər özləri dərsliklərin nə qədər bərbad olduqlarını çox yaxşı bilirlər. O baxımdan birinci növbədə biz keçən müddət ərzində artıq 34 ildir biz dərslik hazırlaya bilmədik. Siz təsəvvür edin, 25 ildir biz dərslik yazırıq. Hələ də dərsliklərlə bağlı əldə olunmuş az-çox nailiyyətlər də son vaxtlar tamamilə dağılıb. Sistemdə boşluq yoxdur. Sistem başdan ayağa boşdur. Nə etməli? Birinci növbədə nə qədər ki, təhsili biznesmenlər idarə edəcəklər, təhsili yad adamlar idarə edəcəklər, bu problem elə də davam edəcək. Birinci növbədə təhsil sisteminin idarə edilməsində təhsillə bağlı adamlar gəlir. Ondan sonra dərsliklər, təhsil proqramları, kadr hazırlığı və s. bütün bunlar qaydasına qoyulmalıdır. Nə qədər ki, bizdə təhsildə biznesmenlər, biznes düşüncəli insanlar, təhsil anlayışının, təhsilin fəlsəfəsinin nə olduğunu anlamayan insanlar işləyirlər.